Rusiyanın Avropaya mümkün təcavüz variantlarından biri də Moldovaya hücumdur. İddialara səbəb Kremlə yaxın mətbuat orqanlarında Moldova ilə bağlı birmənalı qarşılanmayan fikirlər olub. Həmin məlumatlar da onun müstəqil ölkə kimi mövcudluğunun rədd edildiyi vurğulanır. Odur ki, xəbərin ərazi iddialarına hesablandığı və eskalasiya ilə nəticələnəcəyi düşünülür. Lakin şübhələrə tarixi faktorlarla yanaşı Avropada baş verən son proseslər də zəmin yaradıb. İlk növbədə səbəb separatçı Dnestriyanı faktorudur. 26 il əvvəl geri çəkilməyi vəd edən saziş imzalanmasına rəğmən Rus qoşunlarının bölgəni hələ də tərk etməməsi onsuz da daim eskalasiyaya işarə etməkdə idi. İndi isə Kişinyovun Dnestriyanı üzərində nəzarət cəhdləri, Ukrayna ilə bağlı mövqeyi və avrointeqrasiya siyasəti fonunda artan gərginliyin qitədə ikinci cəbhə ilə nəticələnməsi qaçılmaz hesab olunur. Rusiyanın hərbi dairələri və xüsusilə siyasi dairələrində bir çox şəxslər Ukrayna ordusunluğunu başqa istiqamətlərdə kompensasiya etməyə çalışırlar. Buna görə də digər keçmiş Sovet Respublikalarına yönəlik təhdidlər artırırlar. Bu bir yandan həm də keçmiş Sovet Respublikalarının Moskvanın təsir dairəsindən çox uzaqlaşmamasına hesablanıb ki, onları qorxudaraq Rusiyanın təsir dairəsində saxlasınlar. Moldovaya potensial hücumu Kişinyovu cəzalandırmaqdan daha çox, ümumən qitə ilə qarşıdurma çərçivəsində də dəyərləndirmək olar. Hərçənd bu bölgə xüsusən Balkanlara çıxış baxımından vacibdir. Ancaq Moldova ilə sərhədi olmayan Rusiyanın Ukrayna səbəbindən bu planı istisna edə biləcəyi deyilir. Nəticədə yaxın 5 il üçün ehtimal olunan Avropa-Rusiya savaşında qaynar nöqtələr Polşa, Baltikyanı ölkələr və ya Finlandiya ola bilər. Hətta Rusiyanın qitədəki yeganə müttəfiqi olan Belarusla Polşa sərhədində yaşanan miqrant gərginliyi, habelə Baltik dənizindəki kommunikasiya xəttlərinə Rusiyanın hücumuna dair iddialar və NATO-nun Şərqi Avropadakı hərbi mövcudluğunu artırması da bu sarıdan vacib nüansdır. Ən mümkün ehtimalsa əsasən Polşaya hücum senarisidir. Çünki bu ölkə Kaliningrad anklavına quru yolu yaratmaq, habelə Baltikyanı ölkələri blokadaya almaq baxımından əhəmiyyətli mövqedə yerləşir. Rusiyanın niyyəti təkcə Ukrayna cəbhəsi deyil. Əgər Ukrayna cəbhəsində hansısa bir uğurları qazanarsa, təbii ki, addım o digər o dövlətlər hansılar ki, vaxt zamanında Sovetlər dönəmində ordulara tabe idilər, onlarla müəyyən qədər əməkdaşlıq edirdilər. Həmin o dövlətlər əllərindən çıxandan sonra daha da azğınlaşdılar. Bu baxımından Rusiyanın iştahı daha böyükdür. Təbii ki, burada həm Polşadır, həm Pribaltik dövlətlərdir, Moldovadır. Şimali Avropada Moskva üçün potensial hədəflərdən birinə çevrilib. Baltik dənizinə nəzarət baxımından bölgə strateji əhəmiyyətə malikdir. Eyni zamanda Finlandiya və İsveçin NATO-ya qoşulmaları Kremlin siyasi baxımdan bölgədəki təsir imkanlarının tamamilə itirilməsi ilə nəticələndi. Analitiklərin fikrincə, bu faktorlar səbəbindən həmin coğrafiya mümkün Avropa-Rusiya müharibəsində ən qaynar nöqtəyə çevrilə bilər.